İdrak liseyində müəllimin güllələyən şagird həbs edildi. Artıq Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird 4 ay müddət həbs olunub artıq. Təbii ki, istinad edirəm bizim media. Binəqədi rayon məhkəməsində qərar verilib bu məktəblinin həbs olunmasına bağlı. İdrak liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagird barəsində qəti imkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb. Bugün Binəqədi rayon məhkəməsində keçirilən prosesdə artıq qərar elan olunub. Qərara əsasən həmin şagird barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Şagirdə Cinayət Məcəlləsinin 29,120.1 qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham verilib. Maraqlıdır. Təbii ki, biz məktəblə bağlı nə söyləyək, nə deyək? Məncə birinci cavabdeh valideynlərdir, sonra məktəb, sonra da hadisəni törədən şəxs. Təbii ki, heç kim arzulamarıq ki, belə hadisələrlə qarşılaşsın. Uşaqlar məktəbdə dərs oxumalıdır, elm öyrənməlidirlər.